Salam. Bugün kimya fənni üzrə repetitor, ixtisas seçimi üzrə ekspert Muxtar müəllimlə ən maraqlı suallara aydınlıq gətirəcəyik. Muxtar müəllim, xoş gördük. Xoş gördük sizləri. Çalışacağıq ki, bugün bütün suallara aydınlıq gətirək. Bizi izləyənlərə də bir töhfəmiz toxunsun. Təşəkkür edirəm. Muxtar müəllim, niyə məhz kimya? Fənn olaraq mən heç vaxt kimyaya yanaşmamışam. Kimya, fənn olaraq yanaşsaq adi bir fəndir. Lakin kimya həyatdır. Həyatda elə bir maddə, elə bir qida maddəsi, elə bir texnologiya bəlkə də mövcud deyil ki, orada kimya olmasın. Kimya abituriyentlərə niyə çətin gəlir? Bu sual ən çox verilən suallardan biridir. Hətta ilk dəfə kimlənsə tanış olanda belə, şəxsi həyatımızda ümumiyyətlə, öyrənəndə ki, kimya müəllimiyəm, ən çox qurulan cümlə budur. Mən o fəndən çox zəhləm verirdi. Mən heç kimyanı öyrənə bilmədim. O vaxtı bizə kimyanı nə bilim ki, filan müəllim deyirdi, o da heç nə bizə izah eləmirdi, nə bilim. Və s. və yaxır kimi kimya ilə bağlı mənfi fikirlər işlədik. Buna bir çox səbəb ola bilər. Bunun səbəblərdən biri oldu ki, məsələn, baxın, riyaziyyat tutalım, başlayır birinci sinifdən. Riyaziyyatda birinci 1-i öyrədirlər, 2-ni öyrədirlər, sonra 2 üstəgəl 2-ni öyrədirlər. Amma kimya, fizikada buna daxildir, fizikada eyni fəndir. Kimya ilə fizika ilə bağlı uşaqların böyük bir təsəvvürü olmur. Məsələn, uşaq ilk dəfə gəlib 7-ci sinifdə məktəbdə kimya görəndə, ilk dəfə 7-ci sinifdə kimya ilə tanış olanda, biz ona hidrogen deyəndə, biz ona sulfat turşusu deyəndə, uşağın gözünün qabağında sulfat turşusu canlanmır. Bir hidrogen canlanmır. Bir çox məktəblərimizdə də reallıqla baxsaq, praktika çox zəifdir, çünki laboratoriyalar kifayət qədər inkişaf eləməyiblər. Bununla bağlı da uşaqlarda kimya təsəvvürü yaratmaq biraz çətin olur. Təbii ki. Ona görə kimya, belə sizə izah edeyim, pillə-pillə çox da artmır. Kompleks şəkildə öyrənə bilən elmdir deyə, yəni əvvəli də biraz çətin başlayır. Və buna görə uşaqlar adətən çətinlik çəkirlər bununla bağlı. Yaxşı, sıfırdan necə başlamaq olar? Bir, bütün hallarda kimyanı sıfırdan başlamaq üçün məna olaraq öyrənmək lazımdır. Məsələn, biz maddə miqdarı mol tutaq ki, dərsini keçirik və yaxud kimyanın ilk anlayışları dərsi, maddə nədir, cisim nədir, qavrayaraq öyrənə biləcəyimiz kimya bizə nəsə öyrədər. Yoxsa biz əgər əzbərləyib keçmək istəyiriksə üstündən, biz buradan heç nə öyrənə bilmərik. Yəni, bu humanitar fən deyil. Biz bunu əzbərləyib heç nəyə nail ola bilmərik. Ona görə biz bunun mənasını başa düşüb öyrənməliyik. Bəs ən vacib mövzular hansılardır? Mövzuları o şəkildə bölmək tam olaraq düzgün deyil, hər mövzunun müəyyən vacibiyyəti var. Lakin ilk əvvəllərdən öyrəndiyimiz, atomun quruluşudur, maddə miqdarı, Avogadro qanunu bölməsidir. Biz bu bölmələri bilməsək, növbəti bölmələri öyrənə bilmərik. Çünki bu bazanı təşkil edir. Yəni, ümumi kimya, belə desək, kimya ümumi, qeyri-üzvü və üzvü kimya olaraq bölünür. Biz ümumi kimyanı hökmən öyrənməliyik. Onu daha yaxşı mənimsəməliyik ki, digər kimyalar bizə daha rahat, daha asan şəkildə öyrənilsin. İmtahanın son aylarda necə hazırlaşmaq lazımdır? İmtahana son aylarda necə hazırlaşmaq? Bu, ümumiyyətlə, bəzən valideynlərində ən çox verdiyi sualdır. Bir də görürsünüz, aprel ayında valideyn uşağını hazırlığa gətirir yazdırmağa ki, bəs uşaq nəticə göstərsin. Nə bilim, müəllim, bu biologiyadan 25 dənə yazır, amma kimyadan 10 dənə yazır. Məsələn, sınaqlarda da. Necə eləyə bilərik ki, bu uşaq kimyadan da 25 dənə yazsın? Son aylarda necə hazırlaşmalı olduğumuz bizim əvvəlcədən öyrəndiyimiz bazaya aiddir. Bizim əvvəlcədən hansı bazaya sahib olmağımıza görə bu dəyişir. Ümumi olaraq buna bir qayda qoya bilmərik. Məsələn, əgər uşaq nəzəri olaraq güclü bazaya sahibdirsə, test vərdişi yoxdursa, deməli, onun əsas əhəmiyyəti testlərin üzərində öyrənməkdir. Ümumiyyətlə, qəbula hazırlaşanda testlərin üzərində öyrənmək daha effektiv vasitə sayılır. Yoxsa uşağın ümumiyyətlə bir bazası yoxdursa, sıfır olaraq gəlibsə, demək olar ki, sıfır olaraq gəlibsə, 2 aya, 3 aya böyük bir nəticə gözləmək absurddur, mümkün də deyil. Yəni, amma bazı uşaqlar ki var, məsələn, mənim şəxsi təcrübəmdə olub bu 25, qəbul 25 sual olan vaxtında da, 30 olan sual vaxtında da bazı uşaqlar gəlir. Bir də görürsən, uşağa nəzəriyyənin harasından sual verirsən, uşaq bu sualı bilir. Hansı nəzəriyyədən sual verirsən, uşaq bu sualı bilir. Amma eyni testi verirsən,
uşaq onu yaza bilmir. Bəzən, məsələn, ilin əvvəllərində olur bu məsələlər bəzən. Valideynlər bir ay yarım uşaqlar hazırlığa gedəndən sonra bu müxtəlif kursların sınavları olur, keçirdirlər. Bildirir ki, uşaq zəif nəticə yığır. Burada bir şey başa düşmək lazımdır ki, xüsusən kimya kimi fənlərdə, fizika kimi fənlərdə test vərdişi formalaşmalıdır. Test vərdişinin formalaşması üçün də hədsiz çox test işləmək lazımdır. Yəni, biz bu mövzunu vərdişə çevirmək lazımdır. Vərdişə çevirmək lazımdır, əlbəttə. Vərdiş, bilirsiniz, məsələn, bizim ixtisasımız Azərbaycanda bilirdim. Məsələn, mən Azərbaycan ilə qaydanı bilirəm, onu birbaşa olaraq tətbiq edə bilərəm. Məsələn, mən tarixdən tutaq ki, deyək. Məsələn, Qazan xanı islahatları bilirəm, əgər məndə sual ondan soruşulubsa, mən o sualı onu tətbiq edə bilirəm. Məsəl üçün, bu fəndən misal çəkir. Amma kimyada mən Avogadro qanununu bilirəm, mən atom quruluşunu bilirəm, mən elementlərin dövrü cədvəldəki ardıcıllığını bilirəm. Amma məsələ tətbiq eləməyə gələndə, artıq məsələ işləməyə gələndə biz daha çox test işləməliyik ki, birincisi sualda bizdən nə soruşulduğunu bilək. Yəni, sualın özünü başa düşək. Bəzən uşaqlar olur, bir də görürsən ki, sualın hamısını bilirlər. Məsələn, sualda soruşulan şeyi bilirlər. Ayrı-ayrılıqda cümlə və cümlə soruşursan, görürsən ki, soruşulan şeyi bilirlər. Məsələn, sualda 2 dənə şey soruşulursa ardıcıllıq, görürsən ki, soruşulan şey bilinir. Amma uşaq kompleks olaraq o sualı yaza bilmir. Niyə? Çünki sualı başa düşmür. Bunun ən təməl problemi az test işləməkdir. Yəni, sualı başa düşmək onun cavabının yarısıdır, desə yanılmaz. Yanılmaz, bəli. Sualı başa düşmək artıq o sualı yarısını həll eləmək deməkdir. Çünki biz nə soruşulduğunu biliriksə, artıq davam edə bilərik. Bu, həyatda da belədir də. Məsələn, insan nəyə nail olmaq istədiyini bilsə, onun uğrunda mübarizə aparır. Yoxsa ortada qalsa elə, o atalar misalda var, 50 yaşından da olar və 50 yaşından da olar. Bunun ən təməl problemləri biri, biraz bu haşiyələr burada. Deməli, əgər nəzəriyyəsi uşağın güclüdürsə, bəli, ona qısa müddət ərzində çoxlu çalışmaqla, əlbəttə ki, sınavların üzərində, topluların üzərində çoxlu çalışmaqla onun nəticəsini yüksəltmək olar. İstisna hallar mövcuddur. Lakin istisnalar qaydanı pozmur, bəli. Yəni, 10 dənə yazıb gələn uşaq var, nə nəzəriyyə bilirdi, nə test bilir, bəli, bunu qaldırmaq olur yüksək nəticəyə. Amma ümumi olaraq bazasız uşaqla son 2-3 ayda heç nə eləmək olur. Son 2-3 ay demişkən, bunu da nəzərə çatdırım. Məsələn, sürət qrupları açılıb bir çox müəllimlərdə, eyni zamanda bizdə də. Məsələn, mart ayının 25-də bizdə növbəti sürət qrupu, son sürət qrupu deyək də, başlayır. Biz bu sürət qrupunda uşaqları, məsələn, mən müraciət edən uşaqları yoxlayıb götürürəm. Yəni, onların səviyyələrinə görə qruplara ayrılır. Əgər bu uşağın, məsələn, nəzəriyyəsi güclü olan uşaqlar, testi zəif olan uşaqları bir qrupa qoyuruq. Ümumi olaraq anlayışı güclü olub, məsələn, 20 dənə yazıb 30 dənə yazmağa çalışır və yaxud 25 yazıb 30 yazmağa çalışır. Bunları ayrıca bir qrupa qoyuruq və bu şəkildə sürət qruplarında həftədə 4 dəfə, 5 dəfə dərs keçməklə, ayrıca sınaq günü təşkil eləməklə bazar günləri də əlavə olur. Bu, müəllimlərin iş qrafiki həmin vaxt çox çətin olur ki, bir nəticəyə çatmaq mümkündür. Muxtar müəllim, çox aktual gündəmdə olan bir məsələyə toxunmaq istəyirəm. Nə? Bildiyimiz kimi bu sosial şəbəkələrdə repetitorluq çox geniş vüsət almışdır. Bunun təhsil üçün mənfi və müsbət tərəfləri hansılardır? Baxın, müsbət tərəfləri odur ki, məsələn, mən özüm universitetə hazırlaşdığım dövrlərdə mən YouTube-dan girib heç bir dərsə baxa bilmirdim. Çünki bu qədər dərs paylaşılmamışdı, bu qədər sual paylaşılmamışdı, bilmirdik. Amma indi bir xeyli suallar paylaşılıb, mənim də, digər müəllimlərim də, müxtəlif fənlər üzrə, kimya fənləri üzrə də digər müəllimlərində. Görürsünüz ki, YouTube-da bir çox izahlar var. Məsələn, uşaq YouTube-a daxil olur, baxır, Muxtar müəllim mənim izahıma baxır, ya filan müəllim onun izahına baxır. Bu tərəfdən çox yaxşı. Lakin bu qədər sosiallaşmağının mənə görə ən ciddi problemlərindən biri nədir? Baxın, artıq hər kəs hazırlıq keçmək istəyir. Sual izah eləyə biləndə, sual izah eləyə bilməyəndə, pedagogika biləndə, bilməyəndə artıq hər kəs izah eləmək istəyir. Hər kəs hazırlıq bir dəb halını alır. Bir dəb halını alır. Və burada məni ən çox, bəzən güldürən və bir çox hallarda narahat eləyən bir məsələ nədir ki, bir də görürsünüz, bəzi müəllimlər olur. Deyirlər ki, nəticəyə 100% zəmanət verir. Bu, mən başa düşmürəm. Nəticəyə 100% nə cür zəmanət vermək olar? Ümumiyyətlə, insan üzərindən keçən şeylərdə nəticəyə 100% nə cür zəmanət vermək olar?
Biz nə cür deyə bilərik ki, sən uşağı mənim yanıma hazırlığa qoydun, mən 100% bu uşağı 30-dan yazdıracağam. Elə bir şey mümkün deyil. Bəzən bu ajataj yaradır, bəzi valideynlərin məlumatsızlığından, necə deyirlər, yəni istifadə eləyirlər və bu, bizim belə müəllimlər var, ümumiyyətlə heç kim onları tanımır. Bəlkə bu təhsil marketingidir. Bilirsiniz, ən güclü inkişaf eləmiş, bəli, ona gəlirdim. Ən güclü, təhsil ən güclü inkişaf eləmiş ölkə Finlandiyadır, ölkələrdən biri, bəlkə də birincisi Finlandiyadır. Orada bir dəfə soruşurlar ki, sizdə niyə özəl məktəbləri yoxdur? Finlandiya Təhsil Naziri qeyd edir ki, bu biznes deyil, bu təhsildir. Əlbəttə, burada indi ifadə edirik, əlbəttə hazırlıq keçirilirsə, bu müəyyən bir qanunlar qarşılığında keçirilir. Bu, əziyyətin qanunlarıdır. Müəllimin marketingi bilirsiniz nədir? Məsələn, mən çıxdım, sual izah elədim, sən çıxdın, sualı izah elədin, o çıxdı, sualını izah elədi, dərsini izah elədi. Sən onun dərs deməyin, şagird, valideyn, o müəllimin dərs deməyin bəyənir, görür ki, bunu başa düşə bilir, hər şagird hər müəllimə başa düşmür, hər müəllim də hər şagirdə izah edə bilir. Gördü ki, mən bunu başa düşürəm, onun yanına gəlir. Yoxsa, nə bilim, 100% biz qəbula zəmanət veririk. Bu, nəyin reklamıdır? Yəni, belə bir reklam, bu hansısa bir əşyanın reklamı deyil, bu nədir? Biz 100% zəmanəti necə verə bilirik və yaxud bizim yanımızdakı bütün uşaqlar 600+ bal yığırlar, 500+ bal yığırlar. Bu, mümkün deyil. Bir də bəzi şeyi aydınlıq gətirir. Bir də görürsünüz, məsələn, hansısa bir müəllim 31 nəticə paylaşır, 30-da 30-da maksimal deyil. Bu 25-də 25 olan dövrdə də belə idi. Məsələn, 2 dənə 30-da 30 maksimal nəticə paylaşır. Lakin heç kim kadrın arxasını görmür. Kadrın arxasında 60 dənə, 80 dənə uşaq imtahan verir. Onlardan ikisi 30 yığır. Bəli, məsələn, 20-si 25+ yığır və s. Amma 15 sual yazan da var. Nə bilim, 10 sual yazan da var. Bu, hər müəllimdə var. Yəni, marketing dediyimiz şey, burada belə önə çıxır. Yəni, sadəcə olaraq ən düzgünləri önə qoyuruq, burada önə çıxır. Lakin, mən kifayət qədər şəxsən tanıdığım müəllimlər ki var, onlar bütün nəticələrini paylaşırlar. Ki, mən, məsələn, filan uşaq bal olaraq bütün nəticə 300 bal yığan da paylaşılır, 600 bal yığan da paylaşılır. O, mənim bayaq vurguladığım o 100% zəmanət vermək, nə bilim, belə olacaq, hökman belədir, ölkənin güclü müəllimi mənəm, burada mənəm Bağdadda Kor Xəlifə və s. və ilə axır, onlar yalnız 3-4 uşaq paylaşa bilirlər. Muxtar müəllim, çox maraqlı mövzulara toxunursunuz. Bu abituriyentlərdən danışdıq. İstərdim ki, müəllimlərin işə qəbul müsabiqəsində də toxunaq, müdavimlərdən danışaq. Bu müdavimləri ən çox narahat edən mövzular hansılardır? Müdavinləri bu hər ilin yay aylarında, bu müəllimlərin işə qəbul imtahanında böyük bir ajataj yaranır. Buna bir çox səbəb var. Heç vaxt bir səbəbə görə bir problem yaranmır. Bir çox səbəblər mövcuddur. Məsələn, səbəbin biri nədir? Kifayət qədər yerin olmamaq. Məsələn, 50.000 müəllim imtahan verir, 7.000-lik vakansiya var. Və bu mübarizəni biraz daha da sərtləşdirir. Mübarizə daha da sərtləşdikcə, istəmsizcə də olsa bu kimi problemlər ortaya çıxır. Yəni, məsələn, tutaq ki, kimya fənnindən 10.000 müəllim imtahan verir, sadəcə olaraq 1000 vakansiya var. Bəli. Məsələn, buna görə də mübarizə amansızlaşır. Mübarizə amansızlaşdıqca da hər kəs problemi öz tərəfindən baxar deyə. Yəni, ona görə də gözləntilər birmənalı qarşılanır. Əlbəttə gözlənti birmənalı qarşılanmır. Bu, mümkün deyil gözləntilər birmənalı qarşılansın. Çünki hər kəs öz tərəfindən baxacaq məsələyə. Obyektiv qiymətləndirmə də əlbəttə çoxdur. Amma müdavinlərin ən çox çətinlik çəkdiyi sual bilirsiniz. Ümumiyyətlə, bu buraxılış imtahanında da buna bir toxunum. Məsələn, bildirdilər ki, buraxılış imtahanı, bu mən riyaziyyat müəllimi deyiləm, buraxılış fən müəllimi deyiləm. Lakin buraxılış fən müəllimləri ilə danışanda biz bildirirdilər ki, imtahan biraz çətin düşüb. Məsələn, bəziləri bildirdilər ki, Azərbaycan dili çətin düşüb, buna görə riyaziyyata vaxt ayırmayıblar və yaxud riyaziyyata vaxt ayırıblar, Azərbaycan dilinə vaxt çatmayıb. Baxın, qlobal olaraq bu problem ortaya çıxdı. O bir şey unutmaq lazım deyil ki, bu bir müsabiqədir. Yəni, əgər bu çətindirsə, mən üçün də çətindir, hamı üçün çətindir. Ya, asandırsa, yenə hamı üçün asandır. Lakin burada vaxt bölgüsü, balanslaşdırılma olmadığı üçün bəzi problemlər var, buna görə problem yaranır. Amma unutmayaq ki, bu bir müsabiqədir. Yəni, əgər vaxt bölgüsünün zamanında daha düzgün aparsaydıq, biz sualları vaxta görə işləməyə öyrənsəydik. Məsələn, mən
qəbula yaxın müddətlərdə, son aylarda sınaq işlədəndə hər zaman uşaqlara vaxta sınaq işlədir. Əgər hər sınaqdan 1 dəqiqə, 30 saniyə belə qabağa düşə bilsək, biz kifayət qədər vaxt qazanırıq. Və bu bir daha ortaya qoyur ki, bilirsiniz, hər imtahan bir problem ortaya çıxardır və növbəti il bu problemin üstündə işləyirik. Hər imtahan bir problem ortaya çıxardır və növbəti il bu problemin üstündə işlənir. Bütün müəllimlərdə belədir bu. Amma bu nəhayətində bir müsabiqədir. Məsələn, MİQ-lə bağlı bu belədir. Bu bir müsabiqədir. Əgər bir yer uğrunda, bir vakansiya uğrunda 20 dənə müəllim, 20 müdavim mübarizə aparırsa, əlbəttə ən çox bal yığan o seçəcək olan. Ən çox bal yığan ora seçəcək. Və bunu bildirmək istəyirəm ki, ən çox bal yığan elə ona ən çox layiq olandır. Yəni, ən çox çalışıb ki, o daha çox bal yığır. Yəni, MİQ-lərdə imtahan gedir. Bəli, məsələn, bəzən olur, mənim özümdə də olur. Yəni, bu diqqətsizlik səhvlər eləmişəm və s. və ilə axırmışım. Bu heç kimin problemi deyil ki. Biraz daha sərt olur bu çıxış, amma yəni, diqqət səhv eləməyimiz, asan sualı səhv yazmağımız, bu heç birimizin problemi deyil. Amma bir məqama nəzər alaq ki, bəzən bir bal müdavimin, belə deyək, taleyin həll edir. Taleyin həll edir. Bəli. Yəni, sizcə interval nə qədər olanda siz deyirsiniz ki, ən çox toplayan ona layiqdir? Ta ki, bir nəfər 85 bal toplayır, digəri 84 bal toplayaraq kənarda qalır. Məsələn, bir fərz eləyərsin. Siz 85 bal yığmışsınız, mən 84 bal yığmışam. Eyni vakansiyaya imtahan verir. İndi siz orada daha çox layiqsiniz, yoxsa mən? Əlbəttə siz. Bu bir balı mən artıq yığmışam da, düz. Siz artıq yığmışsınız daha doğrusu. Deməli, siz məndən bir balı daha çox bilmişsiniz də. Əlbəttə, bunu tam olaraq savadla da qiymətləndirə bilmərik. Bəzi savadlı müəllimlər var, miqdar kifayət qədər nəticə yığa bilmirlər, 90-ı keçə bilmirlər. Amma, yəni, mən əgər məndən daha çox yığan varsa, o məndən daha çox çalışır. O, bəlkə də düzgün demir. Yəni, növbəti ili gözləməlidir. Növbəti ili gözləməlidir və yaxud balına uyğun qərar verməlidir. O, Firavun Peyğəmbər məsələsi var, Firavun demişsin bu. Firavunla Peyğəmbər. Musa Peyğəmbər. Orada, o görürsünüz, deyir, gedir Allaha yalvarır ki, Firavun, mən bəlkə də yanlış bilirəm onu, gedir Allaha yalvarır ki, bəs mənə o gücü ver, ki, mən bu suyun davamını kəsə bilim, yönünü dəyişdirə bilim. Baxın, nə dayanır nəticəsində? Bir çalışmaq. Bir əziyyət dayanır. Bütün hallarda belədir. Bu, istəyir abituriyentlərdə olsun, istəyir müdavimlərdə olsun, yəni imtahan verən müəllimlərdə olsun, müəllim olmaq arzusunda olanlarda olsun. Bütün hallarda çalışmaq, yenə də çalışmaqdır. Biz 4 ay, 6 ay, 1 il, sentyabrdan başladıq hazırlaşmağa, iyuna qədər, imtahan verənə qədər də. Biz həmin dövrlərdə əgər özümüzə hansısa qadağaları qoya biliriksə, biz həmin dövrlərdə əgər bütün diqqətimizi yönəldə biliriksə kurikuluma, öz ixtisasımıza, biz mütləq ki, bir nəticə göstərəcəyik. Heç bir əziyyət, heç bir halda yerdə qalmaz. Mən bəzən öz müdavinlərimdə də görürəm bunu, MİQ hazırlıq qruplarında müdavinlərdə görürəm. Bildirirlər ki, bu imtahan çətin düşsə biz nə edəcəyik? Mən başa düşürəm, imtahan çətin düşsə nə edəcəyik? Amma bu imtahan çətin düşsə, mən üçün də çətin düşəcək. Sən üçün də çətin düşəcək, onun üçün də çətin düşəcək. Hamımıza eyni sualları verəcək. Eyni səviyyənin suallarını verəcək. Əgər kimsə orada bizi üstələyirsə, deməli o bizdən daha çox çalışır. Və yaxud onun beyni bizim beynimizdən daha güclü işləyir. Yəni bu şifahi imtahan deyil ki, kiməsə çətin sual verirlər. Biz gedib bilet çəkib müəllimin qabağında danışmırıq ki, deyə o müəllimin tanışıdır. Bu müsabiqədir. Biz kompüterin qabağında imtahan veririk, testimizi yazacağıq, çıxacaq çox. Müsahibə mərhələsi ilə bağlı narazılıqlar olanda apellyasiya verirlər, o artıq sonraki məsələdir. Əsas narazılıq balla bağlıdır. Bir dənə şeyə toxunmaq istəyirəm. Deyirlər, bu il ballar yüksəkdir. Balların yüksək olmağının səbəbi bəzən bunu müdavinlərdə verir. Ki, bəli, bu il ballar deyəsən qalxacaq. Balların qalxmağının, istəyir qəbul imtahanlarında ən çox olur məsələ, balların qalxmağının səbəbi də uşaqlardır, düşməyinin səbəbi də uşaqlardır. Əgər həmin il nəticə göstərən uşaqlar daha yüksək verirlərsə, yüksək bal toplayırlarsa, həmin il. Bu həm abituriyentlərə aid, həm də bütün hallarda, bütün müsabiqələr üçün belə aiddir. Əgər həmin il imtahan verənlər daha yüksək nəticə göstərirlərsə, avtomatik olaraq o bal... Yəni təhsil olmasa digər bir sahə olsun. Bütün sahələrdə, avtomatik olaraq o bal qalxır. Və bu, bəzən deyilər, mənə görürsünüz, bu din balı qaldıracaq. Balı qaldırıb düşürdən din deyil, bizik. Muxtar müəllim, bir sözlə siz həm müdavimlərlə, həm də abituriyentlərlə işləyirsiniz. Bəli.
Bildiyimiz kimi, hər il siz abituriyentlərə ixtisas seçimi ilə bağlı köməklik edirsiniz. İxtisas seçimi zamanı ən çox yol verilən səhvlər hansılardır? Yəni, ümumiyyətlə, ixtisas seçimi zamanı nələrə diqqət yetirməliyik? İxtisas seçimi ilə bağlı hər il yay aylarında bu ixtisas seçimi ki açılır. Qeyd edilib ki, ona qeydiyyat başlayıb artıq. Çünki limitsiz sayda uşaq üçün ixtisas seçə bilmərik. Biz hər il köməyimizi göstəririk, lakin limitsiz sayda uşaq üçün ixtisas seçə bilmərik deyə qabaqcadan adətən qeydiyyatını aparırıq ki, sən hansı uşaqlar üçün ixtisas seçiləcək, hansı sayda daha doğrusu. İxtisas seçimi ilə bağlı mənim rastlaşdığım bəzi problemləri olur. Məsələn, bəzən uşaq başqa ixtisas istəyir, adi ixtisas seçiminə valideynlə uşaq birlikdə gəlirlər. Uşaq başqa ixtisas seçmək istəyir, valideyn başqa ixtisas seçmək istəyir. Bəzən valideynlər özlərinin yarımçıq qalan arzuların uşaqlarına yükləyirlər. Məsələn, özü həkim olmaq istəyib, ola bilməyib istəyib uşağı həkim olsun. Nə bilim, özü müəllim olmaq istəyib, ola bilməyib istəyir uşağı müəllim olsun. Bəzən bu sanki bir növ valideyn öz egosunu qidalandırmaq istəyir. Tam olaraq egoda deməyək ona, bilirsiniz, öz yarım qalan xəyalın belə deyək, tamamlamaq istəyir. Bu bir çox hallarda problemə çevrilir. Məsələn, uşaq çünki o ixtisası istəmirsə, uşaq o ixtisasla bağlı bir şey əldə edə bilməyəcək. Ümumiyyətlə, ixtisas seçimində diqqət eləmək lazımdır ki, ixtisas bizim ömürlük peşə yoldaşımızdır. Bax, biz peşəni seçirik, onu özümüz üçün ömürgün yoldaş seçirik. Bilirsiniz, insan həyat yoldaşından boşana bilir, amma peşəsindən demək olar ki, yox. Düzdür, bir çox hallar, bəzi hallarda bu mümkündür, ixtisaslarını dəyişənlər, peşəsini dəyişənlər. Amma məsələn üçün, mən kimya müəllimliyini bitirmişəm, düz. Mən nə işlə məşğul oluramsa da olum, mən yenə müəlliməm. Bu peşə məndən heç vaxt aralaşmayacaq. Bir çox insanın da belədir. Həm də peşə seçəndə diqqət eləmək lazımdır ki, baxın, tutaq ki, biz indiki dövr üçün peşə seçməməliyik. Məsələn, indi tutaq ki, 2026-cı ildir, indi məşğul olan bir dənə sahə var. Hamı oraya yüklənir. Biz fikirləşməliyik ki, mən universitetə daxil oldum. Ən az 4 ilim var. Ən minimal 4 il oxumalıyım da, düz. Bu 4 il oxuyub bitirdim. 4 il oxuyub bitirəndən sonra bu indi seçdiyim peşə hələ də aktual olacaqmı ya yox? Bax, məsələ budur. Peşə seçəndə diqqət eləmək lazımdır ki, analiz eləmək lazımdır ki, növbəti illərdə bu peşə artacaq yoxsa yox. Məsələn, mən xatırlayıram, neçə il bundan qabaq, 6 il, 7 il təxminən bundan qabaq idi. 2019-cu il səhv eləmirəm, dəqiq xatirimdə qalmayıb. Biri üçün ixtisas seçirdim. Texniki universitetdə proseslərin avtomatlaşdırılması mühəndisliyi yazmışdım onun üçün. Həmin dövr üçün o ixtisas elə də tutarlı ixtisas sayılır. İndi 2019 olmasın, 2018 olsun da dəqiq xatırlamıram. Çünki Texniki universitetə gedir. 220 balla, 250 balla o ixtisası rahatlığının düşmək olurdu ödənişli sinələrdə. Amma artıq indi həmin ixtisasın balı gəlin görün haracaq. Baxın, həmin dövrdə mən o ixtisası seçəndə bilirdik ki, biz artıq 2022, 2023, indi süni intellekt çox inkişaf eləyib, texnoloji cəhətsiz çox inkişaf eləyib. İndi həmin ixtisası bitirən uşaqlar müxtəlif idarələrdə IT mütəxəssisləri kimi çalışır. Həmin zamanlarda informatika kimi məsələsi yox idi, ancaq kimdə imtahan verirdilər. IT sahələrində çalışırlar, müxtəlif müəssisələrdə, belə deyək, özəl və yaxud dövlət müəssisələrində. Baxın, ixtisas seçəndə ona diqqət eləmək lazımdır ki, biz 4 ildən sonra, 5 ildən sonra bunun maaşı nə qədər olacaq, bunun qazancı nə qədər olacaq və yaxud bu ixtisas həmin dövr üçün aktual olacaq yoxsa yox, bu ixtisasla inkişaf edə bilərik yoxsa yox. Bu, bəzən uşaqlardan tez-tez soruşuruq, bu uşağın fərdi bacarığına görə də dəyişir. Məsələn, tutaq ki, balıqçılıq ixtisası var. Düz. Biz bəzən o 150 balıq ixtisaslarının içində bəzən bəyənmirik, tutaq ki, baytarlıq var məsələn. Balıqçılıq var. İndi orada yox, baytarlıq demirsən. İndi bəziləri var, əlbəttə, çox da geniş ixtisas deyirlər. Amma, məsələn, kənd təsərrüfatı universitetinə dırnaq arası baxırlar. Bu çox böyük, mənə görə çox böyük səhvdir. Məsələn, gedin, əkin sahələrinin çox olduğu yerlərə baxın, əl-əl agronom axtarırlar. Gündüz şamla agronom axtarırlar.
Zavadlar Hacıvali bir qəsəd var. Şəhərin ehtiyacı ömrü boyu kəndə olur. Bəli, şəhərin ehtiyacı ömrü boyu kəndə olur. Hacıvali rəhmətə gedib səhv eləmirsə, Allah rəhmət eləsin. Yəni, baxın, ixtisas seçəndə ona diqqət eləmək lazımdır. Bir çox valideynlərin arzusudur ki, mənim oğlum ixtisası bitirsin, nazirlikdə işləsin, burada işləsin, burada işləsin, kalstukla gəlsin. Bu bilirsiniz, bu xəyallar bəzən çox böyük problemlərə çevrilir. Bu balı az olan şagird neyləsin? Seçim etsin, yoxsa hazırlaşsın növbəti ilə? Baxın, yenə də fərqli məsələyə gəlib toxunuruq. Növbəti ilə hazırlaşmağa imkanı var, yoxdur. Bu bir sualdır. Burada psixoloji faktorlar da var. Psixoloji faktorların toxunacaq. Psixoloji faktorlardan əlavə, psixoloji faktorlardan birinci, psixoloji olaraq saxlasaq belə birinci, sonraki ilçin. Yəni, həvəsdən düşüb daha aşağı nəticə də göstərə bilər. Amma burada bir daha yüksək nəticə göstərə bilər. Adətən nəticələr yüksəlir. Lakin burada bir şey diqqət eləmək lazımdır. Oğlan uşaqlarının bir çoxunun belə bir şansı mövcud deyil. Çünki sonra imtahan verəcəklər, imtahan verənə qədər bunların artıq hərbi xidmət vaxtı gəlib çatır. Və bu da onlar üçün işi mümkünsüz qalır. Məsələn, mənim tələbə yoldaşım orada əskərliyə gedib gəlmişdi, yenidən eyni ixtisası imtahan vermişdi, biz bir yerdə oxumuşuq. Amma yenə dediyim kimi, o psixoloji faktorlara gəlib çatanda isə, məsələn, mən tələbəm vardı, 610 bal yığmışdı birinci il. O növbəti il biz məzun dedik də olaraq, veteranlar. O məzunlar, onlar üçün haqqında ayrıca qrup açılır. Həmin o məzun bu il yenidən hazırlığa gəlirdi, öz üstündə işləmək üçün. Çünki 650-ni keçmək istəyirdi ki, tibbin pulsuzluğuna düşəbilsin. Baxın, belə faktorlar da var. Amma adətən bir dənə şey, məsələn, bu nəticə, 610 bal yığan 650 bal yığar, 550 yığan da 650-ni yığar. Amma 200 bal yığan 400 bal yığmayacaq. Bu, bəli, ola bilər. Şahid qədər orada interval. Ola bilər, amma bu adətən bu qədər olmayacaq. Ona görə kiçik ballar heç vaxt təkrar hazırlaşmırlar. Təkrar hazırlaşan iki cür uşaqlar olur. Ya yüksək bal yığıb daha da yüksəyə gedib ödənişçisinə qəbul olmaq istəyirlər. Çünki kifayət qədər ödənişlər. Ya da qəbul olmayan. Ya da ki, qəbul olmayanlardır. Bəli. Bu iki faktor da əhəmiyyətli məsələ. Ona görə az bal yığanda öz balına uyğun düzgün ixtisas seçimi eləməyi öyrənməlidir. Bəzən sonra indi o pedaqog deyirlər də, transfer açılır. Bu universitetdən digər universitetə eyni ixtisasda transfer eləmək olur məsələn. Belə şeylər də olur. Bəzən aşağı balla qəbul olurlar və sonra transfer edirlər ödənişli şəkildə. Düşdüyü universitetdə bəzən ödənişli oxuyurlar. Muxtar müəllim, sizi izləyənlərə nə tövsiyə edirsiniz? Tövsiyə budur ki, bütün hallarda hansısa bir məqsədin uğrunda çalışmaq lazımdır. Bu, Hüseyn Zavidin səhv eləməsəm sözüdür, deyir, yaşamaq da xoşdur, ölmək də xoşdur, qayəsiz həyatda ölüm də boşdur. Bir məqsədimiz yoxdursa əgər, biz boşuna yaşamış oluruq. Bizim bir məqsədimiz, bir arzumuz, bir istəyimiz hökman olmalıdır. Uğur heç vaxt təsadüfi olaraq bizi gəlib tapmaz. Uğur təsadüf deyil. Uğur ardıcıl verilən düzgün seçimlərin, düzgün qərarların nəticəsidir. Çalışmaq lazımdır ki, düzgün seçim eləyək və özümüz də düzgün seçim olaq. Bunun üçün adətən uşaqlara, abituriyentlərə səslənirəm, buradan valideynlərə ümumiyyətlə səslənirəm ki, uşaqlarının telefonla keçirdiyi vaxta nəzarət eləsinlər. Uşaqlar baxırsınız, düz gündə 8 saat TikTokda olur, 10 saat TikTokda olur. Nəyə baxıb heç ilə bilmir. Bilirsiniz, belə şeylərə diqqət eləmək lazımdır ki, müvəqqəti olaraq biz biraz çalışsaq, daimi nəticələrə gedib çata bilirik. O, möhtəşəm bir söz vardır, türk dilində daha yaxşı səslənir, mən də bunu görmüşəm. Yəni, başarının bədəlini bir müddət ödəməyənlər, başarısızlığın bədəlini bir ömür ödəyirlər. Yəni, biz uğur üçün 1 il, 2 il, bizim nə qədər vaxtımız varsa, biz abituriyentik, biz müdavinik, fərqi yoxdur. Bizim nə qədər vaxtımız varsa, biz uğur üçün 1 il, 2 il möhkəm çalışsaq, sonra biz həmin o uğuru əldə eləmiş oluruq. Biz hər zaman çalışanda nəsə alınır. Ən zəif uşaqda belə çalışanda nəsə alınır. Ona görə sadəcə olaraq məsləhət oldu ki, çalışın. Valideynlərə də bir dənə məsləhətim oldu ki, müəllim seçimi eləyəndə, övladları üçün müəllim seçimi eləyəndə diqqətli olsunlar. Müəllimi analiz eləməyə öyrənsinlər, onun bütün nəticələrinə baxa bilsinlər və yaxud adətən müəllimlərin özləri ilə görüşsələr daha yaxşı olar.
ki, yəni uşaqları üçün düzgün nəticə versinlər. Tez-tez mütəmadi olaraq uşaqlardan müəllimləri soruşmaq lazımdır. Müəllimlərin özlərindən soruşmaq lazımdır ki, mənim uşağım necədir, nətər oxuyur, ümumiyyətlə oxuyurmu, oxumurmu, bilirsiniz necədir, imtahanlarda bunları görmək lazımdır. Yəni bu qədər. Çalışın, hər şey yaxşı olacaq. Dərslər hansı formatda keçirilir? Sizinlə necə əlaqə saxlanırlar? Bizim dərslərimiz əyani və onlayn şəkildə keçirilir. Onlayn şəkildə Zoom platformasından, əyani şəkildə də dərs otağında əyani şəkildə davam elətdiririk. Əyani hazırlıqlarımız elmlərdədir. Zoom platformasında artıq hamı bilir. Zoom platformasının onlayn olmağının ən yaxşı məsələsi odur ki, ölkənin hər yerindən rahatlıqla dərsə qoşulmaq olur. Və qeyd edeyim ki, ixtisas seçimi ilə bağlı artıq qeydiyyatlar başlayır. Çünki yayda bayaq dediyim kimi bu bir limitli saydır. Çünki mümkün deyil ki, bütün uşaqlar üçün ixtisas seçə bilərsiniz və yaxud müraciət edən hər kəs üçün ixtisas seçə bilər. Başqa sualınız? Çox sağ olun Muxtar müəllim. Çox sağ olun, mənə də xoş idi. Ümidvaram verilə bilən bütün suallara cavablandıra bildim. Təşəkkürlər, gələn görüşlərə qədər. Uğurdan çox danışdıq, necə deyərlər. Uğur piyada olsun, siz atlı. Minnətdaram.